İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz Yusif müəllim? Çox gözəl. Nərmin xanım, axşamınız xeyir olsun. Axşamınız xeyir əziz dinləyicilər. Bugün qısa gün olmasına baxmayaraq biz hələ də studiyadayıq və var gücümüzlə çalışırıq. Biz çox işləyirik. Çox işləyirik və çox maraqlı işlər işləyirik deyə biz bunu hiss eləmirik. Və bugün əli boş da gəlməmişik. Maraqlı mövzular yenə də qarşımızdadır və görək bu həftə ərzində Nərmin xanım kiminlə görüşdü, nələr soruşdu? Hesabat verəcəm indi bugün. Hesabat deməzdin? Yox, mən deyərdim. Hesabat demək istəyirsən, eləmi? Hesabat. Çox xoşum gəlir sözdən, hesabat. Mənim xoşum gəlmir. Sadəcə mən dinləyərəm səni və öz fikirlərimi, öz suallarımı sənə verərəm. Hazırsanmı? Hazıram. Ən xoşladığın söz nədir onda? Hesabat pis söz. Fikir mübadiləsi. Yaxşı. Deməli, biz həftənin birinci günü dizayner və marketoloq Vüqar Həsənovla həmsöhbət olduq. Onunla birlikdə dizaynın biznesdə rolu haqqında danışırdıq. Vüqarın həmin görüşdə müzakirə vaxtı, fikir mübadiləsi vaxtı həmin gün istifadə etdiyi mənim ən çox diqqətimi çəkən söz oldu ki, deyir həmişə satış deyir biz satırıq, marketinq deyir biz satırıq. Mən deyim ki, biz də varıq. Hal-hazırda satan dizayndır. Məhsulun necə görüntüsü, necə qablaşdırılması, loqosu, bütün bunlar satır. Bütün bunlar marketinqdən hətta deyir ayırmaq da olar biraz. Biz dizayn bu biraz fərqlidir. Bu hərəkətli videolar və s. bütün bunlar artıq bugün satır. Ona görədir xahiş edirəm. O satışla marketinq adətən mübahisələrində artıq təzə bir sahədə gəlməlidir bura. Növbəti 3-cü iştirakçı gəlsin də. O da gəldi. Xoş gəldi. Müzakirələrə. Siz bir məqama toxundunuzmu ki, dizayn ümumiyyətlə başlanış nöqtəsində müştərini tanımaqdan başlayır? O mövzuya toxundunuz? Yox. Yoxsa elə zahiri belə bir qrafik dizayn və o nə deməkdir ki, müştərini necə tanıyır dizayn? Yəni hal-hazırda biznes konsepsiyasında dizayn dedikdə fikirləşdiyin o qrafik dizayn və çəkmələr və mobil tətbiqin quruluşu nəzərdə tutulmur ilk etapda. İlk etapda dizayn müştərini tanıtmaq etapından başlayır, fazasından. Və orada həmin o customer design mövzusu çıxır ortalığa, customer experience mövzusu çıxır ortalığa və orada güclü dizaynerlər, onu demək istəyirəm ki, indiki halda güclü dizaynerlər, hansı ki özlərinə məhsul dizaynerləri deyir, məsəl üçün product designer. Onların birinci missiyası müştərini tanımaqdır. Mənim müştərim kimdir? Portreti nədir? Davranışları hansı formadadır və ona əsasən müvafiq addımlar atmaqla, müvafiq müsahibələr aparmaqla, fokus qruplarla görüşdükdən sonra artıq gəlir çıxır bizim bildiyimiz tətbiqi tərəflərə. Yəni belə ən sadə dildə desək, bəzi müştəri var ki, ona qırmızı rəng satır və dairə formada olan loqo satır. Bəzi müştəri var ki, ona sarı rəng satır. Belə başa düşürəm. Lap belə loru dildə desək, bəli. Loqo səviyyəsində əgər fikirləşsək, rənglər, loqo. Bəli, ən bəsiti bəli, elədir. Çünki bir dizayner olaraq düşünə bilər ki, Nərmin çəhrayı çalarları xoşlayır. Amma bu formada və məsəl üçün bu məhsul çərçivəsində Nərminin əsas seçimi o deyil, məsələn. Dizayner öz intuisiyasına arxalanaraq belə bir həll verir, nəticədə həll təəssüf ki, ünvana çatmır və bu belə deyək də, nəticədə 2 qat bir iş ortaya çıxardır. Amma əvvəlcədən məsəl üçün müvafiq bir araşdırma aparsaydı, təhlil etsəydi, müştərini tanısaydı dediyimiz mövzu, artıq onu o düzgün səmtdə də öz tətbiqi tərəflərində işlədə bilərdi. Məsələ ondan ibarət. Bir də məsələn mən orada da Vüqardan soruşdum. Deyirəm ki, bir dizaynı bahalı edən nədir? Biz bəzən baxırıq ki, çox sadə bir hazırlıq. Yəni ciddi heç nə yoxdur da, orada çox sadədir, minimalist hər şey, amma ona kifayət milyonlarla hətta pul xərclənir. Vüqar da belə güldü. Bax sənin kimi niyə səncə? Niyə gülürsüz buna? Mən niyə gülümsədim? Güldüm yox, gülümsədim. Üzr istəyirəm. Ona görə ki, bu yaxınlarda elə Facebookda ona oxşar bir paylaşım görmüşdüm. BP-nin loqosunun dəyişməsi ilə əlaqəli və orada qeyd olunmuşdu ki, rəsmi hesabatlarda 217 milyon dollarlıq bir yekunda bir hesab çıxdı. Və təbii ki, orada müzakirələrdə bəlli oldu ki, o 217 milyonu loqoya görə verməyiblər də. Onun çəkilişi, onun tanınması, promotionu və digər post-production, digər məsələlərdə ümumi olaraq gedişat bəli, belə bir qiymətə gəlib çıxdı. Bilməyənlər üçün, sadəcə kənardan izləyənlər üçün bu bir dəhşətə gəlir insan ki, yəni bir dənə bu balaca məsələyə görə bu boyda pul. Baxanda çox da anlamırıq, nə fərq var ki? Bu pulu göndərəsən məsəl üçün, nə bilim, 3-cü dərəcəli bir ölkəyə
müəyyən bir iqtisadi istiqamətdə yaxşılıqlar yaratmaq Biznes qurmaq olar. Biznes qurmaq, biznes bir neçə. belə pula təbii bizneslər, imperiya qurmaq olar hətta. Amma burada yenə də məqamlar ondan ibarətdir ki, burada şirkət bununla öz brendini möhkəmlədir, mövqeləndirməni təşkil eləyir, bununla bir mesaj verir. Həmin o BP-nin timsalında orada belə bir gül kimi müxtəlif çalarlarda yaşıl, sarı, ağ belə bir tipli bir gül açırdı və onun arxasında bir məna var idi deyə. Hansı ki bu mənanın nəticəsində 2 qat, 10 qat, 100 qat daha çox pul əldə edib yekunda BP-də. Yəni deməyim odur. Və elə ona görə gülümsəyirik. Elə ona görə gülümsəyirik ki, burada məsələ yalnız oturasan, cizmaqara eləyəsən, onunla bitmir də. Bəs o nəyə görə gülümsədi? Bilmirəm, o sadəcə gülümsədi və dedi ki, bu sadəcə xidmət məsələsidir. Yəni kimsə bahalı xidmət göstərən agentliklərlə, şirkətlərlə çalışır, kimsə daha. Bir də böyük brendlər hər halda 300-500 manata loqo dəyişməyəcəkdir. O qiymətin verilməsi normaldır, yox? Bilirsən necə, mən bax bu nöqtədə qiyməti ölçə bilmərik də biz. Sən necə məsəl üçün ölçə bilirsən ki, bu bahalı loqodur, yoxsa bu bəsit bir loqodur, ucuzdur? Mən yadda qalan və zövqlüdürsə, artıq heç nə yoxdursa, bu deməli razısan. Qiymətə bağlı deyil də. Yəni mən bir loqo atıram da, məsəl üçün 5000 manat verirəmsə, avtomatik olaraq keyfiyyətli anlamına gəlmir də və ya o artıq ondan asılıdır ki, onu kim işləyir, hansı məsələn agentlikdirmi, yoxsa freelance dizaynerdirsə və mən onun səriştəsinə görə ödəyirəm o pulu, başa düşürsən ki, mən bilirəm ki, bu peşəkar insandır. O mənim verdiyim ideyamı, briefi istədiyim formada çatdıracaq. Mən ona görə. Amma sırf yəni mütləq ki, mənim böyük büdcəm var, demək ki, nəticədə əla bir loqo çıxacaq, belə bir anlayış yox. Razıyam. Həftənin ikinci günü isə biz dövlətlərin borcları haqqında danışırdıq. İqtisadi məsələlər, amma çox sadə dildə müzakirə etdik. Həm söhbətim iqtisadçı ekspert Allahverdi Aydın idi. Onunla birlikdə danışırdıq. Ümumiyyətlə necə olur ki, daha doğrusu dövlətlər borclanır? Bax, borc sözü eşidəndə bizə necə gəlir? Negativ də, ağırlıq, bircə bu borc qutarsaydı və s. Amma dövlətlərdə də belə ola bilər, amma həmişə belə deyil. Dövlətlərdə bu hətta pozitiv başa düşülür. Məsələn, dünyanın ən varlı ölkələrini, indi mən həmin gündən öyrəndim, onlar hamısını sənə danışım. Danış, mən zaten bir şey deyə bilməyəcəm bu mövzuda. Deməli, dünyanın ən varlı ölkələri, məsələn, Yaponiya, Amerika və s. onların ən çox borcu olan ölkələrdir onlar. Yəni bu demək deyil də, kasıb ölkələr yalnız borcları yaranır. Böyük ölkələrin də borcları yaranır və onlar daxili borc da ola bilər, xarici borc da ola bilər. Öz səhəm. Bilirsən, bəs nə deyirsən, heç nə bilmirəm. Tanış misralar gəlirdi ya, başlayıram sən belə deyək də, razılığımı bildirməyə. Xarici borcları da ola bilər və onlar həmin borcları götürür, hansısa bir layihələrə falan yatırırlar və dövlət daha da inkişaf etməyə başlayır. Ona görə dövlətin borcunun olması normaldır, hətta yaxşıdır. Heç borcu olmayan dövlətlər bəzən çox kasıb dövlətlər, reputasiyası yaxşı olmayan dövlətlər olur, çünki heç kim onlara vəsait inanmır və vəsait ayırmır. Belə. Bir də əsas məsələ odur ki, sən bu borcu edəndə öz valyutanda edə bilirsənmi, yoxsa dollarla edirsən? Adətən dollarla olur, çünki dünyanın ən stabil, ən güvənilən valyutası dollardır deyə. Məsələn, Amerikan borcunun çox olması onu çox da qorxutmur, çünki öz valyutasında borclanır. İstədiyi qədər yenə orada çap edəcək. Amma başqa ölkələrdə isə bu biraz risk yaradır. Bir də kripto ilə dedik ki, gələcəkdə hətta kripto ilə borclananlar da olacaq. Hətta desən artıq var idi və Allahverdi müəllim bir iqtisadçı kimi vurğuladı ki, bu sahədə gələcək var. Mən məsələn həmişə kriptoya biraz belə barmaq arası baxıram, çünki ciddi baxmıram. Və elə bilirəm ki, düzdür biz dəfələrlə müzakirə edirik, necə almaq olar, necə faydalanmaq olar və s. Amma elə bilirəm ki, iqtisadçılar buna ciddi yanaşmayacaqlar. Amma hər dəfə yeni bir iqtisadçıyla danışanda baxıram ki, yox, onlar gələcəyi elə kriptoda görürlər. Yox, bilən bilir. Bax, məsələ ondan ibarətdir ki, detallına qədər məsələyə bələd olan insan onun elə bir ki dəyərini çıxarda bilir. Həmin o kriptodan da söhbət gedəndə və s. Bizim üçün, məsəl üçün, detallı bilməyən insanlar üçün bu biraz qeyri-stabil və uzun müddətli olmayan bir şey kimi gələ bilər. Amma fakt odur ki, bəli, kripto artıq müəyyən bir alternativ yoluna çevrilməkdədir və çevrilibdir. Başqa şey deyəcəkdim. Məsələn, Yaponiyanı sən nümunə gətirdin. Yaponiya ümumiyyətlə dəqiq deməyəcəm nə qədər, amma əksər faiz nisbətində ixal edən ölkədir də bu. Yəni onlar ixracatı çox aşağı olan, amma bir çox məsələləri ixal edənlərdirlər və heç də problem yaşamırlar buna görə. Həmin o götürdükləri kreditlərdə
Həmin o idxal prosesini sürətləndirmək üçün də edilir. Mən sənə düzdür, mənə ayıbdır bu mövzuda o qədər də yaxşı bələd olmamağım, çünki mən ixtisasca beynəlxalq iqtisadi münasibətləri bitirmişəm, biabır olum. Amma ümumən belə bir nümunə gətirim də, məsələn yenə futbola gələcəm. Yəni indi hal-hazırda ən aparıcı klublar belə ən borc içində və ən kredit içində olan klublardır. Hal-hazırda onlar bununla da müəyyən bir mübarizə aparırlar düzü. O müsbət saldoya çevirmək istəyirlər ki, xərclər gəlirləri üstələməsin və s. Amma eyni ilə sən dediyin məsələ, çox da onları o narahat eləmir. Klublar necə olur ki, borclanır? Məsələn, nə edirlər ki, futbol klubları? Ya onlar belə deyim də, həmin dəqiqə bu an müəyyən bir güclü sərmayə etmək istəyirlər. Amma onların cash flow-su məsəl üçün də onların o axın nağd pulu və axın məsələsi o qədər imkan vermir ki, desin ki, mən o qədər özümə sərbəstəm ki, o qədər qabaqda plusdayam ki, mən oradan bir daha milyon ayırım tutalım və milyonlar ayırım və digər məsələlərə yönəldim. Məsəl üçün stadionların adətən rekonstruksiyası, təzədən yeniləmək istirdi o stadionu və digər məsələlər adətən kreditlər cəlb eləyirlər ki, rahatdılar. Götürürlər bir məbləği, deyirlər ki, mən ora sərmayə buraxıram, ondan sonra zaten mən onu qaytaracağam. Hansı forma ilə? Adətən marketinq, merchandising, satış, biletlərin satışı, illik abonementlərin satışı və turnirlərdə qalibiyyətlər hamısı puldur axı. Və onun nəticəsində yavaş-yavaş onu əldə etməklə həm kreditlərini nisbətən bağlamış olurlar və sonra yenidən investisiya edirlər. Bax, indi dövlətlər borcu qaytara bilməyəndə, məsələn Yunanistan qaytara bilmir, defolta gedir və ondan başqa strateji obyektlərinə başqa ölkələr məsələn ələ keçirə bilər və istifadə edə bilər. Məsələn, indi futbol klubları borcu qaytara bilməyəndə ən yaxşı futbolçuların gəlib götürmək olar. Birincisi o, adətən elə olur. Elə də olur ki, adamın yanına gəlirlər, deyirlər ki, sənin variantın yoxdur, sən satılacaqsan. Deyir ki, axı mən burada 10 il oynamışam, mənim ürəyim sizə yanır. Deyir, ürək falan zat lazım deyil bizə. Bizim mədəmiz boşdur. Burada pul yoxdur. Və deyirlər ki, biz səni satırıq. Sən bizə ən böyük bir xeyri onunla verə bilərsən ki, nə qədər ki sən hələ likvidsən, belə deyək də, satışçılıq qabiliyyətin yüksəkdirsə, satıl get. Biz necəsə bunu digər boşluqları aradan qaldıracaq. Bu birinci məqamdır. İkinci məqam ən pis halda satın alma olur da, klubun ümumiyyətlə satın alınması. Gəlir digər bir. Olub belə nümunə? Təbii ki. İnvestor gəlir, deyir ki, hə, siz borcdasınız, pulunuz yoxdur, hoşum. Mən bu qədər pul verirəm sizə. Sizi satın alıram, başqa bir şeylərdə də müəyyən bir aktivliklər, təşəbbüslər yaradacağam və öz artıq istəkləri istiqamətində həmin o klubu idarə edir. Yəni belə кейslər də olur. Yəni eyni şeydir. Yəni ölkələr timsalında da həmin məsələ. Aydındır. Nəsə borclardan danışdıq. İndi isə istəyirəm yenidən qayıdaq sahibkarlığa. Qayıdaq da yatsan. Daha pozitiv məsələlərə. Deməli həftənin 3-cü günü isə qonağım sahibkar Şüküfə Kərimova idi. Şüküfə xanım eko çantalar istehsal edir. Və necə oldu biz Şüküfə xanımla tanış olduq? Onun həyat yoldaşı mənə Instagramda yazdı ki, mənim həyat yoldaşımın bir öz brendi var və s. çox yaxşı. Yəni çox gözəl onu təqdim etdi də. Və mənim də onun səhifəsini atdı ki, bir dənə baxın, bəlkə dəvət edəsiz, hekayəsi də maraqlıdır. Həyat yoldaşı, xanımın xəbəri yoxdur, həyat yoldaşı özü təşəbbüs göstərirdi. Mən də baxdım, dedim, hə, okey, edək, gəlin edək. Və sonra dəvət etdi, doğrudan çox yaxşı müzakirəmiz alındı. Xanım gəldi. İndi mən burada soruşuram ki, istəyirəm ki, o həyat yoldaşının da adı çəkilsin də. Desin ki, həyat yoldaşım mənə dəstək olur və s. Soruşuram ki, siz bu işi tək görürsünüz, yoxsa dəstəyiniz var? Deyir ki, anam dəstək olur. Deyirəm ki, yoldaşınız bəs qalıb burada, yazıq sizin reklamınızla məşğuldur. Sizə də deyir, yəni xanım daha çox həyat yoldaşının ona dəstəyini vurğulamaqdansa, deyir bütün ailə düzü dəstək olur. Həm anam, həm bacım, həm həyat yoldaşım, amma daha çox deyir məsələn anam mənə ilham verir, mənə motivasiya edir bu işlə məşğul olmağa. Atam öyrədir. Məsələn, hər hansı mən deyir xarici ölkəyə gedəndə həmişə deyir ki, orada ətrafda nəyəsə bax orada nə var bizdə yoxdur. Əslində bütün ailə belə canfəşanlıq edir ki, mən biznes qura bilim. Və doğrudan çox xoşuma gəldi ki, yəni hərə nə bacarırsa, həyat yoldaşı bir tərəfdən, atası bir tərəfdən, anası bir tərəfdən, hər kəs istəyir ki, onda nəsə alınsın və onda doğrudan da nəsə alınır. İndi sual. Sahibkarlıqla məşğul olanda, nəsə yeni ümumiyyətlə hansı bir layihəyə, bir işə başlayanda səncə dəstəyi çox olan insanların motivasiyası daha çox olur, yoxsa acığa, mən indi heç kim inanmır, amma mən gedib bunu eləyəcəm. Bax, indi düşünürəm, ən belə tanınmış entrepreneurlar, sahibkarlar ağlıma gəlibdi. Hələ hamısı nə vaxtsa dəstəklə başlayıb. Yəni belə mən indi nəsə bir Amerika açmayacağam burada da ki, məsələn Steve Jobs qarajda oturanda, nə bilim, atası gəldi ki, bu da məndən sənə hədiyyə alır.
Jeff Bezos məsəl üçün Wall Street-dən işdən ayrılanda gəldi ki, mənim ağlımda bir dənə kitab mağazası var, onlayn, nə varım, neyniyim? Atası gəldi ki, 200.000 dan. Belə yəni hər bir şey, Bill Gates-in atası konqresmen. Nə bilim, belə adətən belə uğur hekayələri oxuyuruq. Deyilir ki, yəni belə oldu falan, anidən, nə bilim falan, amma dəstəksiz bilmirəm, bəlkə də var, amma mən görməmişəm. Yəni Elon Musk'dır, onun da valideynləri pullu adamlar olub, onların Cənubi Afrikada almaz mədənləri var, brilyantlar. Bu salam əleykum yəni. Bu qədər yəni, bu qədər reallıq budur. Amma ki düşünmürəm ki, neqativ ideya ilə başlamaq, yəni üsyanla başlamaq ki, gözləyin mən sizə indi göstərəcəm, bir uzun müddətli strategiyadır. Bu bir boost ola bilər. Yəni sənin bir hər hansı bir sürətləndirən bir amil trigger formatına çevrilə bilər ki, sən artıq ora yönəldəsən, özünü fokusladasan. Amma ilkin etapda dəstək lazımdır. Yəni bizim startaplarımız nəyə görə hər dəfə baxırlar venture şirkətlərə ki, bizə dəstək. Ki oturduğu yerdə yəni alınmır da bu. Bu belə bir reallıq yoxdur. Yəni Kimsə dəstək olmalıdır. 100% çəhrayı çalarlar yoxdur bu dünyada, yəni bunu. Bugün çəhrayı sözünü çox istifadə etsən. Bu mənim köynəyimə görədir, yoxsa 100%. Bu subliminal mesajlardır da Nərmin. Bu birinci məqamdır. İkinci məqam mənə maraqlı gəldi ki, yaxşı bu eko çantalar bəs hansı formada təqdim olunur? Necədir onun? Xanım özü bir-bir hamısını hazırlayır. Necədir? Bu əsas onun funksiyası və fişkası nədir? Bu adi, məsələn, sən baxanda elə biləcəksən ki, hansısa qlobal markaların məhsullarıdır. Çox bənzəyir. Yəni bax, yəni demək istəyirəm ki, baxan kimi düşünməsin ki, bu əldə tikilib. O qədər çanta, yəni belə çantadır, yoxsa əlində? Yox, xanımlar üçün belə aksesuar çanta. Hə, bizim öz çanta, bazarlıq çantası yox. Yəni qadın çantası. Hə, qadın çantası. Eko olması bəs nədən irəli gəlir? Yəni nədir? Sadəcə ipləri minimal itkidir, təbiətə tullantı demək olar ki, yoxdur və materiallar da ki, ekodur. Yəni onlar pambıq və s. belə iplərdən filan istifadə edir və hər birini də özü hazırlayır. Həmin məhsulların bəzilərini xam mal olaraq sifariş edir xaricdən, bəzilərini isə burada özü hazırlayır və reklamı ilə də sadəcə Instagram üzərindən satır. Məsələn, mən hərdən elə düşünürəm ki, artıq bəlkə o qədər çeşid var ki, yəqin təkcə Instagramdan satmaq yaxşı gəlir, gətirməyəcək. Xanım deyir ki, yox, mənə Almaniyadan da sifarişlər gəlir, Macarıstandan da və onlar hamısı Instagramda görürlər, Instagram bəyənirlər. yaxşı plaşatkadır həqiqətən. Nəsə başlayanda orada satış etmək lazımdır. Görənlər çox olur xaricdən görən. Başlamaq öz yerində. Yəni davamlı şəkildə onu eləyənləri mən görürəm və heç narahat deyirlər ki, kanal işləyir, pullar gəlir, o ekspansiya dediyin miqyaslama onlara heç bir problem yaratmır, okey. Onda saytlar filan artıq düzdür, onsuz da o qədər də aktual deyil, amma ümumiyyətlə, çünki bəzən məsələn deyirlər ki, siz təkcə Instagramda satmaq bu peşəkar satış deyil də, sənin öz saytın olmalıdır. Yox, bu şeydir biraz klişedir də. Hə, olmasa da olar artıq. Klişedir, təbii ki. Mənim biznesim gedirsə, siz həqiqətən onunla maraqlısınız, alırsınız, mənə inanırsınız. Sizin nə fərqi var? Mən landing page yaradacağam orada, yoxsa məndə Instagram səhifədir. Keyfiyyətli mal size ki, məsələn, investor cəlb eləyəndə sən peşəkar görünəsən, işi böyütmək, korporativləşmək istəyəndə artıq, yəqin ki, peşəkarlıq üçün lazım olacaq sayt, və s. Bilmirəm, Nərmin. Belə bir sual verək də, mütləq mi korporativləşmək lazımdırmı? Adətən problemlər orada çıxır. Məncə hə. Miqyaslamada böyük problemlər var. Böyümək istəyən başqa necə? Böyümək yalnız sərhədləri genişləndirmək anlamına gəlmir axı. Yəni o anlama gəlmir ki, yəni mən böyüyürəmsə, avtomatik olaraq mən korporativləşməliyəm. Mənim artıq 200 nəfər yox, 600 nəfərim olmalıdır. Mənim mütləq saytım olmalıdır. Yox da problem ordadır da elə. Elə bu yaxınlarda mən bir dənə video görmüşdüm ki, bir çox şirkətlər hal-hazırda belə bir axtarışa çıxıblar ki, biz istedadları harda tapaq? Məsələ nədir? Məsələ ondan ibarətdir ki, hal-hazırda çox populyar 50 nəfərlik staffla milyardlıq biznes yaradan komandalar olur. Hansı ki, Silikon vadisində digər tərəflərdə partladırlar. İndi şirkətlər, investorlar daha doğrusu, növbəti etapa çıxıblar ki, biz süni zəka vaxtında belə bir şirkət axtarırıq ki, bir nəfərlə milyardlıq biznes yaradılsın. Az şey istəmirlər. Hə, və məsələ ondan və məntiq xəsisdilər də. Xəsislik qoyuram qırağa, təbii ki, bu naturadır, o heç. Amma məsələ ondan ibarətdir ki, onların gözləntiləri burada mesajı istedadlardır. Deyir ki, mənə 500 nəfər yox, 50 nəfər əjdaha olsun. O 50 nəfərlə gedək. Başa düşürsən, məsələ ondan ibarətdir. Sən dediyin isə korporativləşmə, o deməkdir ki, departamentlər yaradılsın, onlara rəhbərlər qurulsun, struktur, sistem,
külfət, Yəni cəmaət və biznes s. modellər dəyişəcək onda. 100% dəyişəcək. 100% dəyişəcək. Dəyişir Az də. insan, çox nə Az insan və miqyaslama daha çox bilirsən necə belə də ərazi böyümədə yox, daha çox keyfiyyət və xidmətdə böyümək demək olacaq. Yəni sən nəyə qərar verəcəksən? Mən onlarla çoxdan da işləyirəm. 20 nəfər olanda və az biznes olanda çox tez gəlirdi mənə çatdırılma. Bax belə. İndi maşallah Gürcüstanda, Almaniyada falan yerdədir. Mən həftələrlə gözləyirəm. Əgər sən həftələrlə gözləməsən, sən narahat olmayacaqsan. Deyəcəksən, nə yaxşı, nə maşallah. Hə, fərqi yoxdur da. Soruşacaqsan xanımdan ki, məsəl üçün elə eko çantalardan deyəcəksiniz ki, çoxdan da sizdən alış-veriş edirəm də. Böyümüsüz. İndi adamlar sayı çoxalıb. O deyəcək ki, biz 20 nəfərlə başlamışdıq, indi cəmi cümlətəni 40-ıq. Gözlədiyimiz 200-300 deyilik. Sən deyirsən, nə gözəl, nə yaxşı. Mən elə bilirdim ki, siz artıq falan yerdə ofis açmısınız, orada kulerlər qoymusunuz, kofe aparatları falan zad o yan bu yan. Deyəcək ki, yox, siz necə? Məsələ onda deyil. Bir də bəzi müştərilər indi hər kəsə aid deyil. Ona görə kiçik sahibkarı həm də seçir ki, o sənə fərdi yanaşır. Yes. Xüsusi olaraq sənin üçün nəsə edir. O dediyin çatdırılma tez olur. Amma sanki daha böyüdükcə müştəri sayı artanda, məhz o xüsusiyyətə görə ki, mənə fərdi baxmayacaqlar, Bəli. sən də oradan uzaqlaşacaqsan. Problem Mənim belə odur. kaprizm yoxdur, amma bəziləri edir. Belə edir. Yəni problem də o. Hər bir şirkətin miqyaslama problemi var. Hər bir şirkətdə o var. Biz böyüyürük, öz böyüməyimizə artıq hakim olmuruq, çox tez-tez böyüyürük, necə eləyək, nətər eləyək və s. və elə bir ki, çıxışı yenə deyirəm də, insanların çoxluğunda və proseslərin böyüməsində görürlər. Halbuki o deyil. Halbuki məsələ yenə də insana insan lazımdır, Nərmin. Bax, sən müştəri olaraq insani rəftar istəyirsən. Sənə çox da vecivə deyil. O mobil tətbiqdən olacaq və ya sənə əllə onu gətirəcəklər telefonla və s. Hələ də bu işləyir. Hələ də WhatsApp-la sifarişlər, zənglə sifarişlər. Bəli, artıq elə bir tətbiqlər var ki, suyu evə gətirirlər. Mən istifadə edirəm o tətbiqdən, problem yoxdur. Amma mən deyə bilmərəm ki, hamı keçsin tətbiqə, artıq WhatsApp-ın və ya zəngin ömrü keçib, zamanı keçib. Sadəcə alternativdir. Kimə necə rahatdır. Mən məmnunamsa müştəri olaraq, demək ki, şirkət hər şeyi düz eləyir. Razıyam. Şirkətin hər şeyi düz eləməyi, yəni bilirsən ki, bu kadra insana daha çox bağlıdır. Nəinki orada texnologiya və s. Bu daha çox əməkdaşlar. İlk növbədə. Təbii ki, sən bazarda daha çox rəqabətçil olmaq istəyirsənsə, hər hansısa bir yeniliklər innovasiyalar etmək istəyirsənsə, bəli, texnologiyadan istifadə etməmək şansın yoxdur 100%. Amma o demək deyil ki, indi ən populyar texnologiyalar varsa, yığ başı var da, o deyil. Çünki böyük hərcdir bir tərəfdən, digər tərəfdə də onların altından çıxmaq var. Güclü texnologiyalar güclü səriştə tələb edir, başa düşürsən? Ona görə müəyyən bir etaplara, müəyyən bir cizgilərə müvafiq əlavələr etməklə öz üzvü saxlamaq şərti ilə, yəni lazım olan keyfiyyəti də saxlaya bilib verə bilərsən. İndi kadr siyasətində innovativ yanaşma sən eşidəndə ağlıma ilk gələn hansısa texniki avadanlıq və s. bunlar olmur. Məsələn ki, sənin ağlına gəlir ilk olaraq. Mənim ağlıma birinci texnologiya gəlirdi. Məsələn? Sonra nə bilim hansısa yeni sistemlərin tətbiqi və s. də insanların işini çətinləşdirmək, əməkdaşların işini çətinləşdirmək gəlirdi. Amma həftənin 4-cü günü 5-ci yüksəliş müsabiqəsinin qalibi İbrahim Məmmədov studiyamızdaydı. Onunla birlikdə elə məhz bu mövzuda danışırdıq ki, innovativ yanaşma deyəndə nəyi başa düşməli? O da elə sənin dediyin kimi dedi ki, bu texnologiya ən sonda ağla gələn məsələ olmalıdır. İnnovativ. Bəs yaxşı texnologiya sonda gəlir. Onda hansı innovativ yanaşma? Necə? Sən necə? Problem o məsələdədir ki, biz innovasiyanı sırf texnologiya ilə bağlayırıq. İnnovasiya nə deməkdir? İnnovasiya yenilik gətirmək deməkdir də, düzdürmü? Yeniliyi başqa cürdə gətirə bilərsən. Yeniliksə hamı ofisdə kofe içir. Günlərin bir günü Nərmin gəlir ofisə deyir ki, bu gün çay günüdür. İnnovasiya deyilmi? İnnovasiyadır. İnnovasiyadır bu. İnnovasiyadır. 100% innovasiyadır. Çünki sən şablon oturuşmuş bir gedişata yenilik qatdın. Heç kim o fikrə gəlmirdi. Dedi ki, bir dəqiqə, elə olardı Nərmin. Biz də bilirdik burada ancaq kofe içirlər. Sən dedi ki, salam əleykum. Çay da olar, limon da olar, hər bir şey də olar. Və zamanla müəyyən bir yeniliklər qatmaqla həm ortamı dəyişmiş olursan, həm nə yaradırsan insanlarda? Alternativlər. İnnovasiyanın əsas gücü sənə alternativ seçimin verilməsidir. İnnovativlik odur. Onun dibində odur. Texnologiya onu sürətləndirir, onu imkan verir ki, indiki dünyada sən prosesləri daha səmərəli istifadə eləyəsən, daha avtomatlaşdırılmış versiyada eləyəsən
və həmin o yürüşdən, müasir yürüşdən geri qalmayasan. Texnologiya onun üçündür. Amma bütövlüklə, yəni texnologiya, bərabərdir innovasiya o deyil. Elə biz tətbiqlər görmüşük ki, innovasiyanı belə deyək, texnologiyanı tətbiq edir, söz və qüvvət. Prosesi çətinləşdirir. İnsanları elə bir ki, həmin prosesdən uzaqlaşdırır. Sonra otururlar, baxırlar ki, bir dəqiqə, biz bu boyda pul xərcləmişik, bu boyda tool gətirmişik də, elə insan resurslarından əgər biz danışırıq, düzey ilişib mənim dilimə o resurslar yoxdur. İnsan resursları anlamı yoxdur. Bəs nə var? İstedadların idarə edilməsi və ya people and culture, insan və mədəniyyət yanaşması var. Təzə konsultantlar belə qərara verir. Yox, hardan çıxdı? İnsan resurslarıdır da. Yox, insanlar resurs deyil. Onu da resurs pis söz deyil. Yox, resurs artıq korporativ mühitdə bu sözdən yola çıxan qərarlarda təəssüflər olsun ki, sui-istifadələrə görə artıq pis sözə çevrilir. Müdirin yanına bir də resurs sözü getdi. Resurs. Siz resurssuz. Resurs o deməkdir, sıxmaq olar, ondan istifadə etməkdən sonra vidalaşırıq. Resurs odur da. Resurs nədir ki? İstifadə ediləsi bir varlıq, hansı ki bitə bilər. Nəticədə bitəndən sonra biz o əvəz edirik, başqa istiqamətə gedirik də. İnsanlara qarşı belə yanaşma sərgiləmək olmaz. Ona görə istedadların idarə edilməsi və ya people and culture, insanlar və mədəniyyət. Nəyə görə? Mən indi sən indi. Yaxşı, sən fikrindəsən. Yox, sən dinlə. Bax, mən indi pis insan olmaq istəmirəm, amma reallıqdır. İnsanların necə şirkətlərin insanlar üçün bitmə vaxtı var, düzdür? Biz bir mərhələyə gəlib çatırıq, başa düşürük ki, sən artıq bu şirkətdə, bu pozisiyada davam etmək istəmirsən, bitdi. Pozisiyada amma şirkətdə yox. Şirkət də bitə bilər bizim üçün. Biz başa düşürük ki, artıq bu şirkəti istəmirik, digər şirkət, o daha cəlbedicidir, o daha imkanları və s. bizə cəlbedici gəlir. Biz necə keçiriksə, eyni şey əməkdaşa da etmək olar. Hər bir əməkdaşın da şirkət üçün bitmə vaxtı ola bilər və bu çox normaldır. Ola bilər təbii ki. Və burada pis bir şey yoxdur. Bitdi. Okay. Bəs sən niyə deyirsən ki, o istifadə edib bitmə vaxtı? O başqa məsələdir. Bitmək vaxtı bitib başqa. Bütün resurslarını xərcləməkdən sonra salam əleyküm eləmək başqa. Başa düşürsən? Onun qarşılığını alıb da bu əməkdaş. Baxır da elə razılaşıb qalıbsa, deməli qarşılığını alıb. Yox. Orada başqa əməllər var. Razılaşıb qalıbsa demək ki, nə bilim, alternativləri olmayıb, cəsarətli olmayıb, kənara baxıb, və razılaşıb. Amma razılaşıb ona görə ki, ona uyğun idi. Xeyr, elə bir anlam yoxdur. Razılaşma, mən buna razıyam. Sən necə? Mən razılaşıram, amma daxildə üsyan eləyirəm. Onu da heç nə edə bilmirəm. Razılaşmadı onda. Anlamırıq. Elə rahatdırsa, yəni hamı razılaşmazdı da. Deməli onda kifayət qədər pis deyil. Yox, mən buna inanmıram da. Yəni razı deyiliksə qalmırıq hardasa. Yox, elə deyil də. Mən də sən razıyam, mən beləyəm məsəl üçün. Amma əksəriyyət elə deyil. Əksəriyyət illərlə razılaşmadığı mühitdə qalır. Çünki düşünür ki, bu müəyyən bir stabillikdir və mən bunu tərk etməyə qorxuram. Çünki ola bilsin ondan belə deyək də, daha yaxşısını tapmayım maddi nöqteyi nəzərdən. Ola bilsin ki, mən ümumiyyətlə heç kimə lazım olmayım, buradan çıxsam. Və bu və digər qorxular var. Onlar o anlama gəlmir, Nərmin, ki, o razılaşır. O süni olaraq razılaşır. Yəni addımsızlıq olaraq razılaşır. Özgüvən tam yoxdur, bir cəsarət tam çatmır. Yəni bu yaxınlarda yenə belə bir yaxşı bir post görmüşdüm, paylaşım LinkedIn-də. Toğrul Ələkbərov paylaşmışdı. Demişdi ki, mən bir çox təlimlərdə görürəm və rəhbərlərlə söhbət edirəm. Rəhbərlərin hal-hazırda böyük bir gözləntisi və problem ondan ibarətdir ki, onların heyətin bir çox hallarda cəsarəti yoxdur. Hər hansı bir cəhdlərə, sözlərə, rəhbərin yoxsa komandanın. Və deyir ki, təəssüflər olsun ki, xarici təhsil də belə, xaricdə gedib oxumaq, gəlmək də belə nəyəsə görə bu cəsarəti onlarda formalaşdırmır. Və belə bir mövzu açdı və mən həqiqətən razılaşdım bu mövzuna ki, bəli, həqiqətən bu cəsarətsizlik həqiqətən hal-hazırda çox aktuallaşıb. Və bu iki tərəfli mövzudur. Nərmin, bu sırf insana bağlı deyil, o mühitə də bağlıdır. O rəhbərə də bağlıdır, mühitə də bağlıdır, digər məsələlərə də bağlıdır ki, elə bir mühitdir ki, insan cəsarətli ola bilmir və hər hansı bir kiçik həmlədən sonra qarşılığını alır neqativ formada və artıq onu etmək istəmir, qorxur. Başa düşürsən? O ki, qaldı həmin innovasiyalara, istedadların cəlb olunması və ümumiyyətlə idarə edilməsi istiqamətində innovasiyalarda burada artıq işə götürmə mövzularında innovasiyalar olur ki, müsahibələr necə keçir, hansı forma, yeni üsullar ortaya gəlir. Bunlar yalnız elə rəqəmsal deyil ki. Məsəl üçün ən sevdiyim
nisbətən yeni üsullardan biri müsahibə işə götürmə prosesinin müəyyən bir mərhələsində həmin namizədin, hələ ki potensial namizədin, potensial komanda ilə görüşü. İşə götürməyiblər, amma görüş. Peer interview deyilir ona. Həmin müsahibədə onu insan resursları departamentinin əməkdaşları yox, birbaşa rəhbəri yox, şirkətin sahibi də yox, potensial işləyəcək komandanın uşaqları sadəcə qeyri-formal söhbət elə onu hiss edirlər ki, bu ümumiyyətlə bizə uyğundur yoxsa yox. Yəni komanda qərar verir ki, bu qərar vermir, amma yekunda öz rəyini bildirir və bu rəy çox vacibdir prosesdə. Çünki hamı, yəni yetkin şirkət hansı ki bunu anlayır, başa düşür ki, yekunda bu insan, bu namizəd həmin komanda ilə çalışacaq. Rəhbər nə qədər güclü olsa, şirkət nə qədər şərait yaratsa, nə bilim, vizyon nə qədər maraqlı və gözəl olsa, komandaya uyğunlaşmayacaqsa, bu işləməyəcək. Başa düşürsən? Əslində onlarla işləyəcək olan komanda. Mənim üçün budur innovasiya. Razıyam. Məsəl üçün SAP şirkətindən bir bahalı bir nə bilim, tool alma, həll alıb onu inteqrasiya etmək demək ki, biz məsəl üçün şey elədik, bir innovasiya elədik. Halbuki ara bir görürsən ki, o işləmir. Şirkətin mədəniyyəti, onların hazırlıqsızlığı və digər məsələ. O innovasiya kimi alınmır nəticədə. Amma bu dediyim məsələ, məsəl üçün onu rahat olaraq biz innovasiya kimi saya bilərik. Sən belə deyək də yüksəlişin qalibi ilə söhbət eləyir. İbrahim dedin də. İbrahim bəylə danışdıqdan məsəl üçün hansı məqamlara gəldin, çıxdın? O söhbətdən sonra hansı fikirlərdən çıxdın o söhbətdən? Nəyi fikirləşdin evdə? Yaxşı sualdır. Mən daha çox yadımda o qaldı ki, texnologiya deyil. Məsələn, mən elə bildim ki, biz daha çox texnologiyadan danışacağıq və bir də vurğuladı ki, məsələn, biz kadr siyasəti deyəndə ağlımıza dərhal HR-lar gəlməməlidir. Bu ancaq onların məsələsidir. Bu menecerlərə aid olan daha çoxdur. Biz əsasən o istiqamətdə danışdıq ki, yeni liderlər falan necə çalışmalıdırlar məhz bu insanlarla. Necə etməlidirlər ki, onlara cəlbedici qalsın? Necə etməlidirlər ki, iş yerləri mənalı olsun? Çünki indiki insanlar iş yerində təkcə iş yerində yox, gördüyü işdə, məsələn biz indi bunu edirik, bunun bir mənası olmalıdır. Əgər bu bizə gəlsə ki, mənasızdır, biz başa düşmürüksə nəyi, niyə, nə üçün edirik? Biz burada məsələn etmək istəməyəcəyik, həvəsdən düşəcəyik. Ona görə iş yerləri də eynən insanlara maddi vəziyyət və s. bütün bunlar bir kənara, amma həm də onu hiss etdirməlidir ki, sənin gördüyün iş mənalıdır və insan məsələn özünə sual verəndə ki, mən bunu niyə eləyirəm? Cavab yoxdursa, yeni nəsil işçilər, söhbət Z nəslindən getmir təkcə. Bu 50 yaşda ola bilər. Sadəcə bütün bu insanlar artıq yeni nəsil işçilərdir. Təbii. Onlar həmin işdən soyuya bilirlər. Yəni sadəcə burada daha çox fokus olmalı lazımdır, Razıyam sənə. Ki insanlar məna tapsınlar. Məna ümumiyyətlə çox böyük bir anlayışdır. Mənə görə həmişə. Təbii ki. İstənilən çətinliyə, istənilən yəni bütün məsələlərin öhdəsindən gəlmək olar ta ki sən başa düşəndə ki, niyə, nə üçün bunu edirsən? Onu başa düşəndə artıq sanki o çətinlik gözünə elə görünmür və ya sən ona başqa cür baxmağa başlayırsan. Bu həftənin 5-ci günü, yəni bugün günorta saat 1-də elə məhz buna yaxın olan bir mövzuda da müzakirə apardıq. Sərxan Rüstəmovla birlikdə İnsanın Anlam Arayışı kitabı var. Viktor Franklın kitabıdır. Bu avtobioqrafik əsərdir və 2 hissədən ibarətdir. Danışım səndən yoxsa? Danış. Danışım. 2 hissədən ibarətdir. Adam əslində çox ağır kitabdır. Sadəcə mən onun pozitiv tərəflərini daha çox danışacağam da, harda müsbət nələrsə var idi. Çünki adam özü də konslager təcrübəsi var. Həmin dövrdə o yəhudi olduğuna görə müəyyən işgəncələr və s. bu konslagerdə olanda çəkib və onlara qarşı necə qalib gəldi. Yəni o deyir ki, həmin yerdə insanlar ümumiyyətlə 2 hissəyə bölünürdü. Birinci 2 cür insanlar var idi orada. Yəni bəziləri artıq başa düşmürdü. Yəni heç bir ümid qalmamışdı, təslim olmuşdular. O insanlar təbii ki, bunun öhdəsindən gələ bilmədi. Yarıda da elə hər şey qaldı. Bəziləri isə yəni bunun bir sonunu görürdülər. Məqsədi, mənanı itirməmişdilər. Məsələn, sevdikləri haqqında düşünürdülər, dəyərləri haqqında düşünürdülər, gələcəklə bağlı planlar qururdular. Bu insanlar həmin o çətinlikdən də çıxa bildilər. Ona görə məna axtarmaq anlayışı mütləqdir. Yalnız budur bizə səbr verən, dözüm verən. Kitabın ikinci hissəsində isə logoterapiya adında bir psixoloji istiqamət deyək də var. Həmin Frankl özü bunu fikirləşib. O deyir ki, bu istiqamətin əsas məqsədi mənaya əsaslanan terapiya deməkdir. Yəni bu nə deyir? Deyir ki, mənanı 3 yolla tapmaq olar həyatda. Birincisi, əməldə. Məsələn, bayaq dediyimiz kimi, gördüyün iş sənə mənalı gəlirsə, başa düşürsən ki, məsələn, biz bu müzakirəni edirik, hər hansı bir insan bu kitab haqqında eşidəcək, ola bilər ki, bu onu nəsə həvəsləndirir və biz burada bir məna tapırıq. Bir məna bu ola bilər. Sən nəsə edirsən və o dəyərlidir.
Bir məna ola bilər ki, ikinci mənanı axtarmaq olar, artıq var olan bir şeydir. Məsələn, təbiətdə ola bilər, sevdiyimiz insanda ola bilər bu məna. Sən başa düşürsən ki, ona görə bu çətinliyə bəli dözmək olar və s. Hər hansı bir sənət əsərində baxırsan və məna, musiqidə tapmaq olar. Yəni bunu səndən əvvəl kimsə yaradıb və sən ona artıq başqa cür baxırsan, bir məna tapırsan da orada. İkinci isə əzabda. Hər nə qədər belə biraz qəribə səslənsə də, bəli, əzabda da bir məna var. Sən artıq bunu düşünürsən ki, qaçılmaz ağrı, bu ağrıdan qaçmaq olmursa, qaçılmaz ağrısı, bu mütləq onsuz da olacaqsa, sən artıq orada məna tapmaq. Yəni mən bunu niyə yaşayıram? Bu mənə nə qatır? Çünki hər bir ağrıdan, əzabdan biz biraz fərqli insan olaraq çıxırıq. Daha yaxşı olar ki, müsbətə doğru dəyişikliklə çıxaq. Bəli, həmişə belə olmur, amma yaxşı olar ki, yaxşı insan kimi çıxaq. İnsandan asılıdır təbii ki. Hə, və orada məsələn deyir ki, əgər biz ağrını da mənalandıranda, başa düşəndə ki, bu bizə nə qatdı, bu bizi necə böyütdü, bu bizdə nəyi dəyişdi, daha yaxşı nə isə başa düşdün, öz dəyərlərinlə bağlı və hər hansı bir insanla bağlı, hadisə ilə bağlı, bu da sənə yəni məna qatır həyatına və əsas olan da bunlardır. Bu üç istiqaməti görəndə sən daha yaxşı həyat yaşayırsan. Belə. Nə düşünürsən? Mən düşünürəm ki... Qoy bunu da deyim. Deyir Hadi. ki, siz başa düşməlisiniz ki, yəni insan şəraitin qurbanı olmamalıdır da. Aha. Bizə qurban olmaq, qurban psixologiyasında olmaq 100%. çox asandır. Onunla çox razıyam. Heç nə etmirsən, artıq qurbansan da. Yəni heç mübarizə aparmırsan. Elə yaxşı, mənim də qismətimə bu çıxdı. Amma sən başa düşəndə ki, sən qurban deyilsən, sən ona münasibətini dəyişəndə, sən nəsə edə bilərsən, lap etməsən belə hadisəyə başqa cür baxa bilərsən, sən artıq qurban psixologiyasına çıxırsan və o elə etmək daha yaxşıdır. Düzdür, hər bir qaydada istisnalar var. Qarabağ-Chelsea oyundan sonra qurban olmaq da artıq bir trendə çevrilir. Ay nə qəşəng dedin, Yusif, çox xoşuma gəldi. Və Razıyam. yaxşı biraz o mövzudan danışacağam. Maç sonrası konferensiyadan sonra belə bir sual verdilər ki, Qurban müəllim, gələcəkdə Guardiola və Mourinho olmaq istəyirsiniz? Qurban yaxşı bir cavab verdi. Dedi ki, anam məni Qurbanov kimi doğub da bu dünyaya gətirib. Mən elə Qurbanov kimi qalsam əla olacaq. Qurban olsan da gərək elə olasan. Bu əla ümumiyyətlə belə cavabları və hazırlığı olması mənim üçün çox xoş gəlir ki, yəni belə bizim belə deyək də səriştəli peşəkarlarımız var. İndi qayıtmaq istəyirəm bu mövzuya. Sən başladıqca bu mövzunu mən dinləyirdim. Maraqlıdır bu səmt hara aparacaq da. Yekunda bu mövzuya gəldin, çıxdın. Hansı ilə ki mən tam razıyam ki, baş verənlərin qulu, qurbanı olmaq bir çıxış yolu deyil və daimi olaraq bunun haqqında qeylənmək, bu haqqda hər hansısa bir qıcıq yaratmaq ki, ayda həmişə mən, niyə həmişə mən və ya məsəl üçün də mənim bəxtim qətiyyən yoxdur, bu nədir belə və s. və axır məsələ o deyil. Məsələ odur ki, hamı ilə nəsə baş verir. Bunu qəbul etmək lazımdır ki, dünyanın quruluşu belədir ki, biz gündəlik olaraq nəsə rastlaşırıq, nəsə hansı bir hadisələr baş verir və onun nəticəsində biz onu özümüz üçün bir dərs götürüb addım atırıq da, hansı bir nəticə olaraq sonra onu tətbiq edirik ya etmirik. Okay? Bu bölgü yəni məntiqli bir bölgüdür. Sən mən deyəsən kitabı oxumamışam düzü, amma o konslagerdə olan faktı eşitmişdim. Bəli. Sən danışdıqca da onu nümunə kimi gətirmək istədim. Sonra sən onu dedin, dedim, hə, demək ki, mən düz yada salmışam ki, həqiqətən o insanlar ki, sabah 100% mən qurtulacam, daimi baskı ilə yaşayanlar dözə bilmədi. Hansı ki, uzun müddətlidə sadəcə planlar cızırdı ki, bu sadəcə gedişatdır. Nə vaxtsa bu düzələcək. Amma nə vaxtsa mən bilmirəm hələ ki, amma yaxşı olacaq. Belə uzun müddətli strategiya yaşananlar, onlar belə deyək də necəsə özünü qoruya bildilər. Çünki ilk növbədə mənə görə, mən belə hiss edirəm hər halda, mənəvi baskıdır bu. Ki sən daimi olaraq özü belə içərdən yeyirsənsə, özünü sıxırsansa, təbii ki, bu nədəsə özünü göstərəcək. İlk növbədə xəstələnəcəksən, fiziki nəsə olacaq, düzdürmü? Və həmişə məna axtarmaq, mən buna pozitiv düşüncə deyirəm. Bilmirəm düzmü deyirəm yoxsa səhvmi deyirəm, bu mənim fəlsəfəmdir. Düzdür, yenə deyə bilərik ki, elə bir situasiyalar olur ki, sən necə axı bu situasiyada pozitiv düşünə bilərsən. Pozitiv həmişə gülümsəmək, gülmək və xırıldamaq anlamına gəlmir də. Pozitiv düşmək o deməkdir ki, hər bir situasiyanın yekununda növbətisi formalaşa bilər və hər bir situasiyadan sən özün püxtələşərək çıxırsan. Əgər sən bunu qəbul edirsənsə və o cizgini görə bilirsənsə, üzərində çalışmağı bacarırsansa, demək ki, bu səni böyüdəcək. Yox, əgər edə bilmirsənsə, bu situasiyalar səni sarsıda, səni
necə deyim, zədəliyə davam edəcək. Nəyə görə indi hal-hazırda çox populyar bir söz oldu, travma, zədə. Ciddi deyirəm sənə. Mən o qədər başlayıram onu eşitmək. Hər bir nəsə situasiya baş verir. Hə, bu situasiya məndə travma yaratdı. Hə, bu situasiya məndə belə oldu, elə oldu. Əvvəllər yox idi, əvvəllər deyildi də. Hə, soruşanda ki, niyə belə populyarlaşıb? Kim ki bu mövzuda çox israrla irəliləyir, onlar deyirlər ki, yox, o vaxtı çünki psixoterapevt mövzusu o qədər populyar deyildi. Hamı ona müraciət etməyi özünə rəva bilmirdi və s. və ilaxır. Amma məncə o deyil, məncə biz qabardırıq, mənə görə. Qabardırıq və hər bir situasiyanın travmaya çevrilməsində düzgün hesab eləmirəm deməyəcəm, çünki düzgün səhv biraz nisbi mövzudur. Yəni buna ehtiyac yoxdur kimi mənə gəlir. Hə, sənin mövqeyin. Mənim mövqeyim odur. Hə, hər şeyi travmaya çevirməyə ehtiyac yoxdur. Nəinki həmin o sən dediyin kitabda okey, bu mənimlə baş verdi. Bunun davamı nə olacaq, necə olacaq və mən necə davranacam yanaşması olsa, mənim subyektiv fikrimə görə daha sağlam yanaşmadır bəlkə də. Razıyam. Kitabda məhz bununla bağlı da var ki, məsələn, həyatın mənası anlayışı da bu hər kəs üçün, bəzən soruşurlar, səncə həyatın mənası nədədir? Bu fərqlidir. 100%. Hər kəs üçün fərqlidir. Yəni konkret bir vəziyyətlə, bir situasiya ilə bağlıdır ki, belədirsə bu həyat mənalıdır. Təbii ki. Eyni zamanda da məsələn deyir ki, eynən belə azadlığı da bizdən məsələn soruşurlar ki, bəzən azadlıq sənə görə nədir? İstədiyini etmək və istəmədiyini etməmək. Mən məsələn həmişə elə düşünürdüm. Azadlıq mənim üçün istədiyini etməkdən daha çox istəmədiyini etmək. Sən bunu istəmirsən və etmirsən. Bu mənim üçün azadlıqdır. Amma məsələn burada deyir ki, əslində yəni bu da müəllifin fikridir. Hansı münasibəti seçiriksə, daha doğrusu hansı münasibəti seçəcəyimizə özümüz qərar veririksə situasiya ilə bağlı. Məsələn mən belə yanaşacağam. Azadlıq da məhz elə orada gizlidir, deyir müəllif. Maraqlı fikirdir. Belə maraqlı fikirlər bu günlük bu qədər. Xoşuma gəldi. Əla idi. Mən həqiqətən o mövzular ki var ha. Oturmusan bax belə filatelist valideynlərimizin cavanlığında o markalar yığırdılar. Onlara filatelist deyirdilər ki, belə ya titiz oturdu. Həmin mövzuların seçimi də elədi. Mənə çox məsəl üçün rahatdır. Gəlim 5-ci gün axşam onun icmalını edim. Təşəkkürlər. Mən təşəkkür edirəm. Gələn həftənin 5-ci günü yenidən Yusiflə birlikdə burada olacağıq. Özünüzdən müğayət olun. Sağ olun.